Salam değerli şarjlar. Yine videomuzun davamında həm də sənədsəz anlayışlar testinə baxacağıq. 86 testdən başlayacaq. 86-cı test. Deməli bizə burada nə təqdim olunub 86-cı testdə? Bax, COY nöqtələr bir düzsat üzərindədir, bəli. Burada deyir, bucaq KOB 3 dənə bucaq BOY-yə bərabərdir və KOC-nin də yarısına bərabərdirlər. Deməli, burada belə eləyək. Hər tərəfi 2-yə vursa, hər tərəfi 2-yə vuraq burada ki, məxrəc içsin. Olacaq 2, olacaq 6, 2-yə vuranda. Bunda 2-yə vuranda, burada artıq heç bir şey qalmayacaq. Yəni, yekunda 2 vur. Buna bir x bucağı deyə bilərik, buna bir y bucağı deyə bilərik, buna da bir z bucağı desək. 2x bərabər olur 6y-ə, bu da bərabər olur 1z-ə. Deməli belə. İndi bucaq KOC, bura KOB, bura KOB buradır. Bura x demişdik. Sonra bura BOY-yə y demişdik. Burada z bucağıdır. Yəni z 6 dənə y-ə bərabərdir. Yəni bunlar bərabərlik kimi yazsaq, 2x bərabərdir 6y-ə, ixtisar aparsaq, x bərabərdir 3y-ə. Bunlar bərabərdir, bir-birinə 2 aparır. Bir də 6y bərabərdir 1z bərabərliyi var. İndi bu iki bərabərlikdə, biz həmişə faiz nisbətdə də belə bir şeylərlə qarşılaşırdıq da. Hər ikisində eyni olan dəyişən y-dir. Y burada məsələn 1k-dır, z-in qabağında 1-dir, baxın. Burada da y 1k. Problem yoxdur, eynidir. Onda y-i 1k götürəcək, x-imizi 3k götürəcək, çünki y-in qabağında 3 var. 3k. Z-imiz də 6k götürəcək. Z də bərabərdir 6k. Məsələn, indi bunlar 6k. Bunlar da 3-ü bir yerdə açıq bucaq yaradır da. 6k, 3k, bu da 1k. Hamısının cəmli yerdə 180 dərəcə eləməlidir. 10k ilə də hamısı bir yerdə. 10k bərabərdir 180-ə, k da bərabərdir 18-ə. Bizdən hansını istəyir? KOY-ni. KOY buradır. Ümumi, bura. 4k-dır. 4-ü 18-ə vuracaqsan. 4k-dır. 4-ü 18-ə vuranda 72 dərəcə A variantı. Davam edirik 87-ci sualına. 87-də bizə nə verir demək? Qonşu bucaqların cəmi fərqindən 3 dəfə böyükdür. Qonşu bucaqların cəmi fərqindən 3 dəfə böyükdür. Qonşu bucağın cəmi 180-dir. Cəm fərqdən, yəni bucaqlarımıza x-y-dir. X çıx y deyirəm da, bucaqlarımız x-y olsun, fərqi çıx y edəcək. Deyir, fərqindən 3 dəfə böyükdür, yəni vur 3. Burada da 3 ilə 180-ə parametrlər qalır 60. Yəni, x çıx y bərabər oldu 60-a. Həmçinin x plus y də bərabərdir 180-ə, bunu da bilirik, çünki qonşu bucaqlardır. Təyin sistemi alıb tərəf-tərəfə toplasaq, mənfi y müsbət x0 edir. 2x bərabərdir. Bunları da toplayanda 240. X-ə bərabərdir. 242-ə böləndə 120. X 120 isə y də olacaq 60. Çünki cəmi 180 olmalıdır. Deməli, kiçik bucağın böyük bucağa nisbəti. Yəni 60-ın 120-yə nisbəti. O deməkdir ki, 60 bölü 120. 60-a böləndə hər birinin bir dəfə, 2 dəfə, yəni 1 bölü 2 qalır. B variantı. Davam edəsək 88-ci sualda. İki qonşu bucaqdan fərqi 50-dir. Qonşu bucağı görən kimi cəm 180 düşünməliyik. Deməli, iki qonşu bucağın fərqi, yəni x çıx y deyir 50-dir. Bəs cəmi nə qədərdir? Cəmin artıq biz bilirik, ümumiyyətlə 180-dir. Bunları alt-alta toplasaq, tənillər sistemi kimi, mənfi y müsbət y 0, x topla x neçə edir? 2x. Bərabərdir 230-a. X-ə tapmasını 232-yə böləcək, eləyəcək 115. X 115 isə y də 180-ə çıxarılır, 115-i qalır 65 dərəcə. 65. Bizə nə istəyirik? Kiçik bucağın böyük bucağın nisbəti. Yəni 65-i 115-ə nisbəti. 5-ə bölsək hər birin. Burada 10 düşür. Burada da 20 düşür. 23-də 13 A variantı. Bu təkrar sual olmalıydı. Bunu izah eləmişdik. 89-cu sual. Bucağa qonşu olan iki bucaqdan söhbət gedirsə, iki düz xətti kəsişdirməliyik. Bucağa qonşu olan iki bucaq. Məsələn, götürün bu bucaq. Bu bucaq. Buna qonşu olan iki dənə bucaq var. Buna qonşu olan iki bucaq hansıdır? Bir budur, bir də budur. Həmin bu qırmızı bucaqlar bu qaraya qonşu bucaqlardır. Və həmin bu iki bucağın cəmi, qırmızıların cəmi
bucağa qonşulan 2 bucağın cəmi 160-dır. Bunlar da qarşı bucaqlardır. İkisinin cəmi 160-dırsa hərəsinin 80-80 düşür da. Çünki qarşı bucaqlar bərabər olur. Bu 80-dirsə qara bucağının qonşusudur. Bu da olacaq nə qədər? 100 dərəcə. Bizə həmin bucağı istəyir. Bucağımız 100 dərəcə. Davam edəsək 90-cı sualına. Deməli deyir ki 90-cı sualda K nöqtəsi MN parçasının deməli K nöqtəsi MN parçasının P nöqtəsi də MK parçasının orta nöqtəsidir. Gəlin bir dənə parça çəkək ümumiyyətlə. Deməli K nöqtəsi MN parçasının. Bu olsun MN parçası. K də bunun ortasıdır. K bunun orta nöqtəsidir. Qeyd elədim. K MN-in ortasıdır. P də MK-nın ortasıdır. P də bunun ortasıdır. MK-nın. P nöqtəsi bunun ortasıdırsa, yəni yarı bölür da x olacaq. İndi M-dən K-ya 2x-dirsə, onda K da ümuminin orta nöqtəsi idi. Burada nə qədər olacaq? 2x olacaq. Bizə nə deyir? Pn 12-dir. Pn 12-dir. P-dən N-ə qədər nə qədər var? 3x. P burada. P-dən N-ə qədər basır. 2x, bu da 1x. 3x. 3x nəyə bərabərsə 12-yə. 3x bərabər 12-dirsə, x də bərabər 4-dür. Bizdən MK-nı istəyir. MK da nə qədərdir? 2x-dir. Onda 2-ni də 4-ə vuranda 8 edəcək MK-mız. MK-mız 4 tapmadıq. X-i 4 tapdıq. MK bərabərdir sual. MK bərabərdir sual. MK-mız 8 edir. Hə, C variantını görürəm bura. C variantı. Deməli, 91-ci sual. Düz xətt üzərində olan parçaların sayı şüaların sayına bərabərdir. Düz xəttin üzərində nöqtələrin sayını tapın. Düz xətt üzərində olan parçaların sayı şüaların sayına bərabərdir. Parça sayı necə tapılırdı? Parça sayı n vur, n çıx 1 böl 2. Şüası necə tapılırdı? 2n-dən tapılırdı, 2 böl n. Bunlar bir-birinə bərabərdir. 2n məxrəcə 1 yazıram. N-lər burada gedir, çarpaz buranda n-lər gedəcək, burma olduğu üçün. Çarpaz buranda n çıx 1, 1-ə buranda n çıx 1, 2-ni də 2-yə buranda 4, n də bərabərdir, 4-ün üstünə 1 gəldi, 5. Deməli, n burada nə edirdi? Nöqtələrin sayı 5 dənə nöqtə var imiş. Deməli, gəldi 92-ci sual. Açıq bucaq dərəcə ölçülərinin fərqi 48 olan 2 bucağa bölünür. Deməli, açıq bucaq bilirsiniz necə formadadır. Bu açıq bucaqdır. Bu deyir 2 dənə bucağa bölünür. Bucağın biri budur, biri budur. Bunların deyir dərəcə fərqi nə qədərdir? 48-dir. Birinə x deyirəm, birinə y deyirəm. Yəni, böyükdən balacanı çıxanda, x-dan y çıxanda 48 qalır. Sən də bilirsən ki, bunların cəmi 180-dir da. Çünki qonşu bucaqlar da var. Bunları o dəqiqə nə edirik? Alt-alta toplayırıq ki, mənfi y müsbət y cəmi 0 eləsin. 2x də bərabərdir. Bunları toplayanda 228. 228-də 2-yə bölü x tapırıq. X də bərabər 114. X 114 isə y də bərabərdir. Cəmi 180 olmalıdır. 66 dərəcə. 66. Bizə kiçik bucaq istəyir. Kiçik bucaq oldu 66 dərəcə. Davam edirik 94-cü sual. Qonşu bucaqların fərqi 60-dır. Cəmi neçə dərəcədir? 180 dərəcə. Bunu bilirik. Deməli, cəmi 180-dir. X plus qonşu bucaqlarımız x-dən y olsun. Cəmi 180-dir bilirik. Fərqin bəs nə qədər verib? 60 dərəcə. X çıx y bərabərdir 60 dərəcə. Nə edirik bunları? Alt-alta toplayırıq ki, mənfi y müsbət y 0 eləsin. X topla x 2x bərabər. Bunlar toplayanda 240. X-də tapmaq üçün 242-yə böləcək, x eləyəcək 120. X 120 isə y də 60-dır. Çünki cəmi 180 olmalıdır. Bizdən böyük bucağın dərəcə ölçüsü 120 dərəcə. Davam edirik 95-ci sualına. İki qonşu bucağın nisbəti 4-5-dir. Qonşu bucağı görən kimi cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Ona görə də həmin nisbətləri toplayıb 180-ə bərabər edəcək. Yəni 4k topla 5k eləyəcək 9k bərabərdir 180 dərəcə. K da bərabər 189-a böləndə 20. Bizə deyir, böyük bucağın dərəcəsi böyük hansı idi? 5k idi. 5-i də 20-yə vuranda edəcək 100 dərəcə. Belə. Davam edirik növbəti 96-cı sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 40 dərəcə böyükdür. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan qarşıları götürməyəcəksən, çünki qarşılar bir-birinə bərabər olur axı. Onda qonşuları götürəcəksən. Deyir, biri o birindən 40 dərəcə böyükdür. Buna x yazırsan, buna da x topla 40 yazırsan. Bunlar qonşu bucaqlardır. Cəmi nəyə bərabər olmalıdır? 180-ə. Yəni x toplansın. X topla 40 bərabərdir 180.
2x bərabərdir 180-dən 40 çıxanda 140, x də bərabərdir 140, 2-yə böləndə 70, x 70. Bizə deyir ki, bu bucaqlardan kiçiyin dərəcə ölçüsü. Kiçik təbii ki budur, bu 70 isə bu 110 olacaq, çünki qonşuda. Kiçik oldu 70 dərəcə. Elə. Davam edelim növbəti sual. 97-ci sual. Uyğun tərəflər paralel olan bucaqlar. Biz demişik ki, uyğun tərəfləri istir paralel etsin, istir perpendikulyar olsun. Orada iki şərt var. Ya bərabər ola bilərlər, əgər tərəflər paralel ya da perpendikulyarsa, həmin bucaqlar ya bərabər ola bilərlər, ya cəmi 180 olmalıdır. Burada deyir, bucaqların fərqi 56-dırsa, deməli, bunlar bərabər deyirlər. Bərabər deyirlərsə, cəmi 180-dir. Yəni, x plus y bərabər olmalıdır, 180-ə və bunların fərqi nə qədərdir? X çıx y 56-dır. Yenə nə edəcək? Təminlər sistemi olaraq altında toplayacaq. Mənfi y, müsbət y 0. 2x-ə bərabər bunları toplayan nə qədər edir? 236. X tapmaq üçün 236-nı 2-yə böləcəksə, 118. X 118 isə y olacaq. Deməli, 62 dərəcə, çünki cəmi 180 olmalı. Bizə böyük bir cavab istəyir, 118 cavab. Davam edirik 98-ci sualına. 98-ci sual. Deməli, 98-də deyir, daxili bir tərəfli bucaqların fərqi 80-dir. Biz demişik ki, dəflərlə daxili bir tərəfli bucaqlar, ümumiyyətlə, xarici daxili fərqi yox. Bir tərəfli bucaqların cəmi 180, bir tərəfli bucaqlar bilirsiniz. İki paraleli üçüncü düz səthən kəsişdirəndə içəridə qalan, bir tərəfdə qalan bucaqlara bir tərəfli bucaqlar deyilir, daxili bir tərəfli. Məsələn, x ilə y daxili bir tərəflidir və yaxud da z ilə k daxili bir tərəfli bucaqlardır. X ilə y bir tərəflidir, z ilə k bir tərəflidir, daxili bir tərəflidir. Cəmi 180 demişik, yəni məsələn, x topla y bərabərdir 180-ə, fərqi də deyir 80, yəni x çıx y bərabər 80 dərəcə. Bunlar nə edirdik? Alt-alta toplayırıq. Mənfi müsbət y gedir, 2x də bərabərdir, bunlar toplayan 260. X də bərabər 262-yə bölündə 130 dərəcə. X 130-dursa, y də olacaq 50, çünki cəmi 180 olmalıdır. Kiçik bucağı soruşurdu, olacaq 50 dərəcə cavabımız. Davam edirik 99-cu sualına. Deməli, bizə nə deyir? Belə bir şəkil verir. A ilə B-nin cəmi deyir, neçə dərəcə olar? A ilə B-nin cəmi neçə dərəcə olar? Deməli, baxırıq burada. İlk öncə burada uzatma aparırdıq. Məsələn, görürsən ki, bu düz xət gəlib belə, burada dayanır. Bunu düzünə aşağı gətirirsən. Düz gətirməsən ki, şəkildə bir problem olmasın. İndi bura A-dırsa, A-nın da çarpazı bura düşəcək də. Bura da A-dır. Sonra başqa nə edə bilərik? 160-dırsa, bunun qonşusu bura olacaq. Nə qədər olacaq? 20 olacaq qonşu bucağı. Sonra başqa nə edə bilərik? Bizə A-nın B-nin cəmi istəyir. İndi belə eləyək. Bura B-dirsə, B-nin qonşusu buradır. Bura 180 çıx B eləyəcək. 180 çıx B. Bura A-dırsa, bunun qonşusu 180 çıx A eləyəcək. 180 çıx A. İndi üçbucağın bucaqlarının cəmi 180-ə bərabərdir. Üçbucaq da görürsünüzdə, bax bu üçbucaq. Bunun bucaqlarının cəmi nə qədər olmalıdır? 180 dərəcə olmalıdır. Yəni 20 topla 180 çıx A. Üstə gəl 180 çıx B bərabərdir 180-ə. 180-in biri gedir burada. 0 edir. Burada 2A. Yox, 20-dir. 20 üstə gəl 180 edir. 200 çıx A çıx B bərabərdir 0-a. 200-ü saxlayıram sol tərəfdə. Mənfi A sakinə müsbət A, mənfi B sağa keçəndə müsbət B. A ilə B də cəm olur 200 dərəcə. Belə bu şəkildə uzatma ilə artırmaqla işləyirik. Deməli, davam edək 100-cü sualına. 100-cü sualda saat 12:30 göstərərsə, əvvəlki sualların birində demişik ki, saat və dəqiqə əqrəb arasındakı bucaq necə tapılır? Həmin bucaq bərabərdir. 11-i vururuq dəqiqənin miqdarına, çıxırıq 60-ı vururuq saatın rəqəminə. Neçədirsə, bölürük 2-yə. Əgər alfa bucağı 180-i aşarsa, böyük 180 olarsa, 360-dan çıxacaq alfanın cavab tapmaq üçün. Yox, 180-dən kiçikdirsə, elə 180 olaraq qalır. Və yaxud da 180-dirsə, elə 180 olaraq da qalacaq. İndi burada başlayaq hesablamağa. Deməli, dəqiqə qrəmimiz 12-dir. Deməli, 11 vur. Yox, dəqiqə qrəmimiz 30-dur. Dəqiqəmiz 30. 11 vur 30 çıxılsın. 60 vur. Saat rəqəmimiz 12-dir. Bölünsün 2. Modulda, təbii ki, müsbət çıxaracaq. 11-i 30-a vuranda eləyir 330, çıxılsın 60-ı 12-yə vuranda 720, bölünsün 2. Təbii ki, modulda 720-dən 330 çıxanda 720-dən
300 çıxanda qalır 420, 420-dən 30 çıxanda 390. 390-ı 2-yə böləndə, 390-ı da 2-yə böləndə, deməli, 195. 195 elədi də, əgər bir hesabına səhv olmadısa. İndi 180 keçdiyi üçün 360-dan çıxırsan 195-i. Çünki saat dəqiqə arasındakı uzaq maksimum 180 ola bilər də. 180 tərəfə sayılır. 10-dan 5 çıxanda 5, burada 1 qalır. Daha doğrusu 1-in verici 5 qalır, 15-dən 9 çıxanda 6, 2-dən 165 dərəcə. Deməli, saat və dəqiqə arasındakı bucaq olur 165 dərəcə. Gəlirik 101-ci sual. Uyğunluğu deyil, müəyyən edin. Deməli, bir düz xətt üzərində 4 dənə nöqtə varsa, parça sayı nə qədər olacaq? 4 dənə nöqtə varsa, 4 vur, 4 çıx 1 böl 2. Bu deyil, 4-ü 3-ə vuranda 12, 2-ə vuranda 6. 6 harada var? 6 parça A-da. Buraya gedir A. Düz xəttin 6 nöqtə varsa 6 vur, 6 çıx 1 böl 2. 6-dan 1 çıxın 5, 5-i 6-ya vuranda 30, 2-yə vuranda 15. 15 harada var? D-də 2-yə gedir D. Üstədən 8 nöqtə varsa 8 vur, 8 çıx 1 böl 2. Bu deyir 7-nin 8, 56-ın 2-yə vuranda 28 parça. 28 də E-də var, üstədə gedir E. Gəlirik 102-ci sual. 102-ci sualda bizə deməli, uyğunluğu deyil, müəyyən edin. 102-ci sualda hamısı düşsün. Biraz burada da yerləşirmi? Yaxşı görünürmü? 102-ci sualda görünür. Baxaq. Deməli, birinciyə baxaq. Alfa 120-nin qonşusudur. Nə qədər olacaq? 60 dərəcə. Beta da 120-nin qarşısıdır. Beta da olacaq 120 dərəcə. Alfa 60, beta 120. Alfa 60, beta 120, B bəndindədir. Birə gedəcək B. Və bunların fərqi 60 edir, elə bir şey yoxdur. Və görə E uyğun gəlirmi? 2-ni betaya vuranda 240, üstünə alfanın 60 gəldi 300 edir, 320 eləməli. Nə? Birə B getdi. İndi burada da beta 130-un qarşısıdır. Beta olacaq 130. Alfa da 130-un qonşusudur. Alfa da olacaq 50. Alfa 50, beta 130. A getdi 2-yə. İndi görək Y ödür. Bunların fərqi nə edir? 130-dan 50 çıxanda 80 edir. 130-dan 50 çıxanda 80 edəcək. Elə bir şey yoxdur. 2-ni betaya vuranda 260 edir. Üstünə 50 gələndə 260-ın üstünə 310 edir. 260-ın üstünə 50 gələndə 310 edir. Bu da ödəmədir. 3-ə baxaq. Beta 40-ın qonşusudur. Nə qədər edəcək? 140. Alfa da 40-ın qarşıda edəcək 40. 140 ilə 40 olur C. Və görək, bunların fərqi nə edir? 100 edir. Bu ödəmir D. E görə edir mi? 2-ni betaya vuranda, yəni 140-a vuranda 280, üstünə də 40 gəldi 320. Burada həm də E getmiş olur. Dəqiq baxmaq lazımdır, təmiz. Deməli, davam edək 103-cü sual. 103-cü sualda da yenə uyğunluq var. Burada nə uyğunluğudur? Baxaq. Deməli, burada X ilə Y haqqındadır. Bura baxsaq, X, bu bucaqlar qarşıdırlar. Bu bucaqlar qarşı bucaqlardır, bir-birinə bərabər olmalı. Burada X topla 20-dir. Bərabər olmalıdır. Burada 2X çıx 10. Qarşı olduqları üçün bunları bir-birinə bərabər eləməlisən. Dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə. 20 qalır yerində. Mənfi 10 bura gəlir, müsbət 10 edir. 2X-dan da 1X çıxır da. Yəni bu X sağa gedir, mənfi X olur. Yekunda 2X-dan X çıxanda 1X, burada da 30. X 30 elədir. X 30-dırsa, gəlin Y-i də tapaq. X-in yerine 30 qoysun. 30-un üstünə 20 gələndə nə qədər edir? 50. Bura elədi 50. Y də bu 50-nin qonşusudur da. Onda Y nə qədər edəcək? 130. Y də oldu 130, X oldu 30. 130, 30. Bunların cəmi 160 edir. 130-un 30-un cəmi. Ona görə də 160 edir üçün B gedəcək 1-ə. Sonra başqa, bunların fərqi 130-dan 30 çıxanda 100 qalır. Bu eləmir. 130, 30. Cəmlər 160 elədir. Məsələn, bunlar 1-ə B gedir. 2-yə baxır bəndə. Burada da bunlar qarşıdırlar. Baxın, Y topla 40-la, Y topla 40-la nə qarşıdır? 2Y çıx 20 qarşı bucaqlardır. Yenə ədədləri bir tərəfə keçirdək. 40 müsbəti saxla, mənfi bura gəlir, müsbət 20 edəcək. Bərabərdir. Yenə müsbət qalır 2Y sağda, müsbət 1Y sayılır, mənfi Y olur. 2Y-dən 1Y çıxanda 1Y, bunları toplayanda 60 edir. Y-imiz oldu 60. Y-imiz 60 oldu. İndi Y-in yerinə 60 qoysuq, Y-in yerinə 60 qoysuq,
deməli 60 topla 40 nə qədər eləyəcək bura? 100 eləyəcək. 100-ün də qonşusu x taxır. Bu da eləyəcək 80. X elədi 80 dərəcə. 80 ilə 60 elədi x-lə eləyimiz. 80 ilə 60-ın cəmi 140 eləyir. A gedir 2-yə. Bir də bunların fərqi əldə eləməyəcək. Məsələn. 3-ə baxırıq. Yenə burada bunlar qarşıdır. Baxın, x topla 10-la nə qarşıdır? 2x çıx 50. Bunlar qarşıdırlar. Yenə 2x qalır yerində, böyük qalır yerində, kiçik yaparam. Mənfi x olur. 10 da qalır yerində, mənfi bu tərəfə gəlir, müsbət əldə edəcək. Sol tərəf edir 60, sağ tərəf x. X 60-dırsa, gətir x yenə 60 qoyuram. 60 topla 10, 70 elədir bura. 70-in də qonşusu y-dir da, böyəcə 110. Y oldu 110, x oldu 60. 110-la 60 oldu bunların qiyməti. 110-la 60 c-dədir, 3-ə də gedəcək. Bunların fərqi 110-dan 60 çıxanda bunların fərqi 50 edir. D də gedir 3-ə. Belə A, B, C, D. Y heç birinə getmədi. Belə. Gəlirik 104-cü sual. 104-cü sualda da uyğunluq verilib. 104-cü sual. Deməli, burada nə? Baxaq uyğunluğumuza. D1, D2 paraleldir. Bucaq 4, 2x topla 10-dur. Bucaq 4, baxın buradır. Bucaq 4, 2x topla 10-dur. Bucaq 5, 20 topla 10 y-dir. 20 topla 10 y-dir. Deməli, bax bura 2x topla 10-dur. Bura 2x topla 10-dur. Bucaq 4-ümüz. Bucaq 5-də buradır. 20 topla 10 y-dir. Bax bura 20 topla 10 y-dir. Bucaq 4 ilə bucaq 2 qarşı olduqları üçün deməli bu da 2x topla 10-dur. Bunlar da bir tərəfli bucaqlar olduğu üçün, bax bu 5, bucaq 5 ilə bucaq 2. Cəmləri 180 olmalı. Yəni 2x topla 10-un üstünə gələcəm 20 topla 10 y-i bərabər edəcək nəyə? 180-ə. 180-ə. İndi burada da 2x topla 10 y 10 ilə 20 toplayanda tutacaq 30 bərabərdir 180. Burada da 2x topla 10y bərabərdir 180-dən 30 çıxanı 150. Burada da orta vurur 2-ni çıxartacaq. Burada qalır x. 2 nəyə vur, amma 10y gedir 5y-ə bərabərdir 150. 150-ni də 2-yə bölsək, 2-yə çarpacaq. 75 qalacaq. Yəni x topla 5y bərabərdir 75. Hansı variantda var? X topla 5y bərabərdir 75. 150-ni 2-yə böldük, 75 elədi. Bucaq 4, 2x topla 10-dur. Görək düz yazmış oldu, 2x topla 10 elədi. Bucaq 5-də 20 topla 10 y-dir. 20 topla 10 y. Deməli, 10